Bakı-Tbilisi-Bakı reysləri İsveçrənin Stadler Rail Group şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək. Qatarda yataq tipli vaqonlar və restoran var. Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub. Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub. Xatırladaq ki, Bakı-Tbilisi-Bakı qatar reysləri ilə sərnişin daşıma mayın 26-sından həyata keçiriləcək. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və Gürcüstan Dəmir Yolları Səhmdar Cəmiyyəti arasında əldə olunmuş ilkin razılaşmaya əsasən Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli müəyyənləşdirilib. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Məlumata görə qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatacaq. Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlar Azərbaycan ərazisində Bakı Dəmir Yol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmir Yol Vağzalında dayanacağı edəcək.